Salam. Deməli, burada belə bir məsələ daha tez-tez qarşımıza çıxır. Bunun həll eləməyin asan yolu. Qara dənizin duzluluğu 18 promildir. 10 litr suya neçə litr şirin su əlavə olunmalıdır ki, duzluluq Azov dənizinin Azov dənizindəki ilə, yəni 12 promilə bərabər olsun. Bu məsələni həll etməkdən ötürü deməli bizim duzluluğumuz 18 promillidir. Buna əlavə edəcəyik 0 promilli, yəni şirin sudan söhbət gedirsə bu 0 promilli duzdur. 0 promilli duz ki bunu çatdıracaq 12 promilə. 12 promilə. Belə bir forma yazırıq. Deməli 18-i 12-yə azaltmaqdan ötürü bizim duzluğumuz 18-dən 12-yə düşəcək. Burada fərq olaraq 6 qədər aşağı düşür. Və bu isə 12 qədər fərq olur. Yəni 0 12 qədər fərq edir. Demək ki, burada daha az rəqəm olduğuna görə, yəni daha az azalıb deyə, su daha az əlavə edəcək. Bunun üçün bir əmsal tapırıq. 6-nı bölürük 12-yə. O da bərabər edir 0,5 litr. Demək ki, bu 0,5 litr su əlavə etsək, duzluq 12-yə düşəcək. Bu isə 1 litr su üçün keçərlidir. Bizdə burada 10 litr sudan söhbət gedirsə də 0,5-i də vuracaq 10 litrə, o da bərabər edəcək 5 litr. Deməli 5 litr su əlavə etməliyik. Bu düzgün cavab A variantı olur. Buna uyğun digər bir məsələdə isə duzluluq 38 promil olan Aralıq dənizinin 160 litr, burada isə 160 litr sudan söhbət gedir. 160 litr suyuna duzluluğu 18 promil olan Qara dənizin neçə litr suyunu əlavə etmək lazımdır ki, duzluluq 26-ya çatsın. Demək ki, əlimizdə olan 38 promilli bir su var. 160 litr. 160-ı axırda qayıdacaq. Demək ki, 38-i endirməliyik 26-ya və əlavə etməliyik 18 promilli su. Demək ki, 38 ilə yenə həmənki qayda ilə baxsaq, 38 ilə 26 arasında fərqimiz bizim 12-dir. 26 ilə 18 arasındakı fərqimiz isə 8-dir. Bunun yenə həmənki formada əmsalını tapırıq. 12 bölək 8. Bu isə 3-də 4-ə ixtisar gedir. 3-də 2, o da bərabərdir 1,5. Demək ki, 1,5 litr su əlavə etmək lazımdır ki, 26-ya düşsün. Çünki bu daha çox düşüb duzluluğu. Hər dəfə birinci rəqəmi ikinciyə bölmək lazımdır. Bu birinci versiyada, ikinci versiyada. Burada da 1,5 litr su əlavə etmək lazımdır ki, bu daha çox düşsün. Burada da 160 litrdən əgər söhbət gedirsə, 1,5-i vururam 160-a. O da bərabər edir 240 litr. Deməli, düzgün cavabımız da burada B variantı.